Hər vaxtınız xeyirli olsun. Bura Abşeron rayon Qobu qəsəbəsidir. Gördüyünüz kimi oba marketdir. Mən nə ilə bağlı danışacağım? Söhbət 5-3 köpükdə 4. Söhbət bu günləri bazara gələn, mağazaya gələn vətəndaşların konkret allanmasıdır. Demək, məsələ nədir? Gəlmişəm, demək, bir tane salafan makaron almışam, 1 manat edir. Demək, bir dənə yağ almışam, 1 manat 35 qəpik, 2 manat 35 qəpik. Götürür mənə 10 kiloluq salafanı vurur ki 5 qəpiyə. Gələ bunun içine qoy apar. Deyirəm, ay bala, mənə salafan lazım deyir, bəs. Mənə ağ salafan verdi, sadə salafan ver. Bu iki şeyi ora qoymaq ayıbdır. Bəs bu salafanı bəs beləncini eləmək olmaz. Bu cür yəni, vətəndaşları allatmayın. Deyir, bizə oba market deyir, icazə verməyib ki, deyir, biz götürək ağ salafandan mal verək, sataq, neynəyək. Vətəndaşı bu qədər allatmaq olmaz, alıcını bu qədər allatmaq olmaz. Mağazaya gələn sakinləri oba market halladır. Oba market konkret başdan ayağa fırıldaqla məşğuldur. Bax, indi baxın, buradakı Emil marketdir. Əgər marketçi qanun işləyən, bu da Emil market. İndi gidirik Emil marketə. Həmən şeyləri buradan alaq. İndi görək nə cür salafan verir. Baxaq. Bunları vurar sizə zəhmət olmasa. Baxın, həmən bir təkrar, həmən bir şeyi Emil marketdən Allah'ım mən. İndi baxın, Emil marketlə klok verəcək. Bu da oba marketin fırıldağı. Zəhmət olmasa bunları vur. Bax, bu Emil market. Xanım, bunlar deyirlər. Zəhmət olmasa salafan ver. Emil marketində özünə məxsus, bir dənə mən oradan yekə salafan verərsin. Özünə məxsus bir salafanı var, baxın. Bu da fikir verin. Bu boyda kloka, oba marketdə. Söhbət 5 qəpikdir. Bu boyda kloka bunu qoymaq nə dərəcədə düzdür? Deyir ki, rəhbərlik icazə vermir, bəs biz belə kloklardan istifadə edəyək. Belə çıxır ki, oba market konkret salafan pulu yığır. Nə qədər elədi? 2 manat 85 qəpik. Zəhmət olmasın.